Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və salamu alə məllə nəbiyyə və dəmmən bə'd. Selamu aleykum və rəhmətullah və rəkatuhu. Elhamdülillah, mühüm məsələlərdən biri, qardaşlar, insan üçün, müsəlman üçün, əhl-i sünnə vəl cəmaa üçün, sələfi üçün əqidədir. Əqidə və mənhəc. Bunların ikisini ayırmaq olmaz bir-birindən. Bunlar bir-birini tamamlayır. Bunları ayrı təsəvvür eləmək olmur. Kim ayırsa, əhl-i sünnə sayılmır. Sələfi sayılmır. Və ona görə bir-birinə bağlıdır. Əqidə əsasdır, mənhəc də həmçinin əsasdır. Və Allah subhanətə alə buyurur, فَعْلَمَ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللّٰهِ Əl-əyə. Birinci bilginlə la ilə illallahını. Yəni, bu ayə dəlildir ki, insan birinci Allahı tanımalıdır. Allahı tanımaq, o demək deyil, sən deyirsən, hə, mən Allaha inanıram. Allahı tanımaq bu deyil. Allahı tanımaq, onu düzgün etiqadın olmalıdır, düzgün. Onu barədə. Düzgün etiqad da haradadır? Quran və sünnədə. Quranda və səhih sünnədə. Və insan nə qədər əqidəsinə, mənhəcinə möhkəm olsa, o nəcət tapacaq. Nəcət tapacaq cəhənnəmin əzabından, nəcət tapacaq azmaqdan, nəcət tapacaq xavaric və ya hizbi mənhəclərinə düşməmək üçün nəcət tapacaq onlardan. Ancaq əgər etiqad, əqidə və mənhəcə tutunsa əhl-i sünnə vəl cəmaədir. Və İslam dini hansısa bir millət üçün gəlməyib. Bundan qabaq olan dinlər, bəli, hansı millət üçün gəlirdi? Ola bilsin, həmən millətin hansısa bir tayfası üçün gəlirdi. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem gəlişi tamam fərqli idi. Necə ki, Allah subhanət hələ buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem barədə ki, deyirən ki, sən bütün insanlar üçün gəlmişsən, bütün aləmlər üçün. Necə Allah Teala buyurur, İnnə ərsənnəkə rəhmətən lilə aləmin. Biz sənə alimlərə rəhmət olaraq göndərdik. Deməli, İslam dini hansı bir millət üçün ayrıcı gəlməyib. Məsələn, İslam dini ərəblər üçün gəlməyib. Bəziləri, avamlar, bunu ərəblərə aid eləmək istəyirlər. Və bəzən eşidirsən ki, avamlar deyir ki, bu ərəblərin adətidir. Onun savadsızlığıdır. Yəni, görsən ki, adam İslamdan xəbəri yoxdur. Əslində, İslam gələndə ərəblərin çox adətlərini iptal etdi. İptal etdi. Sadəcə o adətlər ki, şəriətə zidd deyildi, sustu. Lakin o adətlər ki, şəriətə zidd idi, hamısını iptal etdi. Hamısını çəkinməyə əmr etdi. Müxalif olmaya əmr etdi. Ona görə, qardaşlar, bu din hansı bir millət dini deyil. Bu din hamımızındır. Hamımızın. Hansı bir ölkənin dini deyil. Həmçində əhl-i sünnə vəl cəmaənin mənhəci də həmçinin. Həm əqidəsi, həm mənhəci. Və bu əqidə mənhəc dəyişilməməlidir. Nə dəyişsə də. Məsələn, birdən görürsən, biri gedir başqa səfərə, orada dəyişir. Əqidəsi və ya mənhəci. Və ya məsələn, biri pulu olanda əqidə və ya mənhəci dəyişir. Kasıblaşanda əqidə mənhəci düzəlir. Biri əksinə, kasıblaşanda əqidə mənhəci dəyişir, biraz imkanı olan ki, əqidə mənhəci düzəlir. Hər kəs bir cür, yəni oyuncaqdır bunlar. Bunlar ciddi adamlar deyirlər. Və ya məsələn, biri məsələn görsən səndən küsür, görsən əqidəsi və ya mənhəci dəyişir. Və ya, məsələn, ticarətdə görsən nəsə olur,
Qeyri-əqidə mənhəcin başlayır dəyişməyə. Görürsən ki, yiyib oturur xavariclərlə. Bu oyuncaqdır. Bu adam ciddi olmayıb, əqidə adamı olmayıb. Mənhəc adamı deyil. Və hələ adamlar çoxdur. Ona görə əqidəmizdə, mənhəcimizdə möhkəmləşməliyik. Sabit qalmaq istəyiriksə, istəmiriksə azaq, istəyirik sabit qalaq, istəyirik ətrafımız sabit qalsın, biz gərək əqidə mənhəcimizə tutunmalıyıq, möhkəm. Heç də dəyişilməməlidir. Ola bilər kiminənsə inciyəsən, ola bilər kiminənsə dalışasan, ola bilər kimsə sənin qeybət eləsin. Mən incidim. Getdi, görürsən ki, oturub başlayıb xavaricdən oturmağa. Bu oyuncaqdır. Yəni, əqidə mənhəci adamı olmayıb. Ona görə əqidə mənhəci adam olaq, sabit qalaq. Nəinki özümüz, həm ailə, həm ətraf. Təbii ki, bizim sabit qalmağımız ətrafa da müəyyən qədər, hər kəsin müəyyən qədər ətrafı var. Ailədir, qohumlardan ola bilsin, qonşulardan, tanışlardan, dostlardan. Təbii ki, sənin necə olmağın onları da təsirləyir. Hər kəsin ətrafı var, şək yoxdur. Təsir edən tərəf var. Ona görə sən tək deyilsən, yaddan saxla və böyük məsuliyyət daşıyırsan və əqidə mənhəcimizi tutunaq, möhkəm olaq. Lakin yaxşı deyirik əqidə mənhəci, öyrənməliyik əqidə mənhəci. Əqidə kitabları var, usul kitabları var. Onları oxuyaq, daima qulaq asaq, qeydlər aparaq. Çünki elm vacibdir. Elmsiz heç nə. Elmsiz heç nə. Bunu tövsiyə edirəm, qardaşlar, özümə və sizə. Allah subhanət hələ bizə eşitib faydalardan etsin. Allah müsəlmanlara kömək olsun. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.